Salam, sabahınız xeyir olsun. 3 yıl 2026-cı il tarixdir. Yay fəslinin 13-cü günüdür. Məhərrəm ayının 18-ci günüdür. Və iyul ayının ilk həftəsinin ilk cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə dualarımız, ibadətlərimiz qəbul olunsun inşallah. Hər birimizə gözəl bir gün keçirməyi arzulayıram. Bununla yanaşı isə 3 yıl günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı arzulayıram. Bununla yanaşı isə 3 yıl günündə kimlər təhsili ilə məşğuldurlar, hər birinə deməli məktəblilər də, orta ixtisas, ali məktəb tələbələri və eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 3 yıl günündə kimlər ki, işləri arxasınca gedib, iş yerlərində, ofislərində və digər iş yerlərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinin cüməsi mübarək olsun və bugünkü işləri uğurlu olsun, bol bərəkətli, ruzidə, sülh, əmin-amanlıqlı, firavanlıqlı, gözəl bir gün keçirmələrini arzulayıram. Bununla yanaşı isə 3 yıl günündə kimlərin ki, rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 3 yıl günündə kimlər anılır, xatırlanır, onların hər birini gözəl, xoş xatırlamağı hər birimizə arzulayıram. 3 yıl günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, sonra əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Cümələr mübarək olsun, can sağlıqlı, sülh, əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, xoş xəbərlərlə zəngin dolu olan bir gün keçirmələrini arzulayıram. 3 yıl günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 3 yıl günündə də tarixi hadisələr vardı və həm də doğum günü olan şəxs vardı və eləcə də tarixi hadisələrlə yanaşı demək bir nəqliyyat növündən istifadə edən insanlar vardı ki, bugün də onların günüdür. Yəni 3 yıl onların da günüdür. Və 3 yıl günündə Leyla İlham qızı Əliyevanın doğum günüdür. Leyla İlham qızı Əliyevanın doğum günü münasibəti ilə təbrik edirəm. Ona can sağlığı, xoşbəxt, uzun ömür arzulayıram. İşlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. 3 yıl günü Versabit günüdür. Bütün Versabit sürənləri bu münasibətlə təbrik edirəm. Versabit idmanın bir növüdür və hər birimizi bu növdən istifadə etməyə səsləyirəm. Bununla yanaşı 3 yıl günündə Belarusiyada müstəqillik günü kimi qeyd olunur. 3 yıl günü 1890-cı ildə Idaho Amerika Birləşmiş Ştatlarının 43-cü ştatı olduğu gündür. 3 iyul 1915-ci ildə Türkiyədə kağız pul ilk dəfə istifadəyə verildiyi gündür. 3 yıl 1928-ci ildə dünyada ilk dəfə televizor satışa çıxarıldığı, 75 dollara satıldığı gündür. Bununla yanaşı 3 yıl 1962-ci ildə isə fransızlara qarşı olan Əlcəzair müstəqillik müharibəsi başa çatdığı gündür. 3 iyul 1994-cü ildə Bakıda metrolarda ikinci partlayış baş verdiyi gündür. 3 yıl 1996-cı ildə Boris Yeltsin'in ikinci dəfə prezident seçildiyi gündür. 3 yıl 2001-ci ildə Rusiyada Irkutskda təyyarə qəzası 145 nəfərin həyatını itirməsinə səbəb olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.